وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. İlk önce teşekkür ederim. Dəvət etdiyinizə görə, bu məclisi təşkil edədiyinizə görə Allah bərəkət versin malınıza. Allah qəbul etsin bizdən ibadətlərimizi. Elhamdülillah, mübarək bir aydayıq, mübarək bir gecələrdəyik və Allah Taala Ramazan ayını digər aylardan üstün edib. Həmçinin Ramazanın sonunu, son 10 gününü, son 10 gecəsini digər gecələrdən üstün edib. Və son 10 gecələrin içində də Qədir gecəsini ilin bütün gecələrindən üstün edib. Və buna səbəb də bu ayda, yəni Ramazan ayında Quranın nazil olmasıdır. Və həmçində Qədir gecəsinin də fəzilətli olmasının səbəbi Qədir gecəsində Quranın nazil olmasıdır. O Quran ki, möminlərə rəhmətdir, həm də qəlblərə şəfadır. Bütün bəşəriyyətə hidayət yoludur. Fikir versək, Quran-ı Kərim Muhammed sallallahu aleyhi və səlləmə nazil olub və Muhammed sallallahu aleyhi və səlləm bütün peyğəmbərlərdən üstündür. Quran-ı Kərim bizim ümmətə nazil olub, bizim ümmət bütün ümmətlərdən üstündür. Quran-ı Kərim Ramazan ayında nazil olub, Ramazan ayı bütün aylardan üstündür. Quran-ı Kərim Qədir gecəsi nazil olub və Qədir gecəsi bütün ilin gecələrindən üstündür. Yəni bu ayı, bu gün gecəni şərəfli edən nədir? Quran-ı Kərimdir. Quran-ı Kərimin məhz bu gecə nazil olmasıdır. Necə ki Allah Taala buyurur, yəni bu Quranın, yəni Qədir gecəsinin nazil olmasına dəlil nədir? Allah Taala Duhan surəsində nə buyurur? Buyurur ki: "İnna enzelnahu fi leyletin mübarakatin inna kunna munzirin." Allah Taala buyurur ki, biz onu, yəni Quranı mübarək bir gecədə nazil etdik. Həqiqətən biz xəbərdar edirik. Yəni birinci Allah Taala bildirir ki, bu gecə mübarək gecədir. Yaxşı, hansı gecədir o? Qədir gecəsində Allah Taala buyurur ki, "İnna enzelnahu fi leyletil qadr." Həqiqətən biz Quranı Qədir gecəsində nazil etdik. Yaxşı, Qədir gecəsi hansı aydadır? Allah Taala Bəqərə surəsində buyurur ki, "Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an." Quran Ramazan ayında nazil oldu. Deməli, Quran nazil olub Ramazan ayında, Qədir gecəsi, deməli Qədir gecəsi Ramazan ayındadır və həmçində bu gecə nədir? Mübarək bir gecədir. Və artıq yaxınlaşır, yəni Qədir gecəsi az qalıb. Yəni 20-sindən 21-nə keçən gecə ilk Qədir gecələrindən biri olacaq. Düzdür, Ramazan ayının çoxu keçib, çox hissəsi keçib. Düzdürmü? Amma ən xeyirli hissələri qalıb, ən fəzilətli gecələri qalıb. Yəni Ramazan hələ bitməyib. Ramazan hələ bitməyib. Əksinə Ramazanın ən xeyirli gecələri, ən xeyirli günləri qalıb, sonu qalıb. Və bu günlərdə nə etmək lazımdır? İbadəti, itaəti, iştihadı çoxaltmaq lazımdır. Necə ki, Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanın son 10 günü girdikdə bel bağını bərkidərdi. Nə deməkdir bel bağını bərkidərdi? Yəni, bu hədisi şərh edən alimlər deyirlər ki, bir şərhə görə, yəni qadınları ilə yaxınlıq etməzdi. Bir başqa bir şərhdə deyirlər, yəni ciddi cəhdlə ibadətə başlayar. Necə ki, məsələn, bir insan bir işə ciddi cəhdlə başlayan nə edir? Belini bərkidir, yəni bel bağını bərkidir ki, işə başlasın. Yəni bu onu göstərir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem son 10 gün daxil olanda əvvəlkilərdən daha çox çalışardı. Ona görə sələflər Ramazan ayı
azaldıqca, yəni günləri azaldıqca, sonuna az qaldıqca ibadəti çoxaldırdılar. Və deyir, bel bağını bərkidərdi, gecələri oyaq qalardı və bu da göstərir ki, son 10 gecəni, yəni oyaq qalmaq lazımdır və sonra deyir ki, ailəsini də oyadardı. Və ayqaza əhləhu, ailəsini oyadardı. Yəni bu da göstərir ki, insan yaxşı olar ki, əgər ailəsini də təşviq eləsin, rəğbətləndirsin, oyatsın. Yəni Qədir gecələrində ibadət üçün. Xüsusən də kişi evdə nümunədir. Evdə nümunədir. Ailə kişiyə baxır. Əgər kişi evdə görsə ki, ailə görsə ki, kişi gecə oyaq qalıb və həmçində ailəni də oyadır, rəğbətləndirir, onlara cəmaat namazı qıldırır, bildiyindən dua eləyir. Həmçinin uşaqları da hətta çox balaca olmayan, yəni dərk edən uşaqları yaxşı olar ki, dərk edirsə əgər 6 yaşından yuxarı uşaqları, yaxşı olar ki, onları da heç olmasa gecənin bir hissəsi oyadıb dua etsinlər. Bildirmək lazımdır ki, dua edin. Bu gecələr mübarək gecələrdir ki, uşağın yaddaşında qalsın. Və gələcəkdə də bilsin ki, bu günlərə dəyər vermək lazımdır. Və Qədir gecələri hansı gecələrdir? Qədir gecələri Ramazanın son 10 gecəsindədir, gecəsinin birindədir. Sadəcə tək gecələrdə daha çox ehtimal olunur. Daha çox ehtimal olunur. Qədir gecəsinin fəziləti nədir? Peyğəmbərimiz Allah Teala Quran-Kərimdə buyurur ki, Qədir surəsində Leylətul qadri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Və 1000 ayda, deməli bir ayda neçə gecə var? 29 ya 30. Düzdürmü? 30 götürsək, 1000'ə vuranda nə qədər edir? 30.000. Yəni bir gecə 30.000 gecədən üstündür. İlə çevirəndə edir 83 ildən çoxdur. Yəni təsəvvür edin ki, bir insan əgər 83 il Allah buna ömür veribsə və bu 83 ili, yəni Qədir gecəsi olmadan 83 ilini bütün gecələri ibadətlə keçirsə və bir gecə Qədir gecəsini ibadətlə keçirsə, Qədir gecəsi ondan daha üstün olacaq. Və bu da Allahın bizim ümmətə verdiyi bir nədir? Mərhəmətidir, rəhmətidir. Allah Teala bizim, yəni ümmətimiz istəyir ki, savabı çox olsun. Savab çox, qiyamət günü daha çox savabına gəlir. Ona görə qiyamət günü biz digər ümmətlərdən, yəni ən sonuncu olsaq da, necə ki, hədisdə gəlir, ən birinci cənnətə girən biz olacağıq. Bu, Allahın bizim ümmətə olan bir lütfüdür, mərhəmətidir. Baxmayaraq ki, demək, bizim ümmətin, yəni əməlləri, yəni digər ümmətlərə baxanda daha yüngüldür, amma savab baxımından daha artıqdır. Yəni, bu da Allah Teala bizim zəifliyimizi bilir ki, zəifik. Və ona görə bu gecəni, qardaşlar, yəni buraxmaq olmaz. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Deyir, Ramazan gələndə müjdəliyirdi sahabələri. Deyirdi, sizə Ramazan ayı gəldi. Ramazan ayı gəldi və bu Ramazan ayında bir gecə var. 1000 aydan üstündür. Kim ondan məhrum olarsa, artıq çox xeyirdən məhrum olmuşdur. Və sonra deyir ki, əsl bədbəxt də o insandır ki, bu gecənin savabından məhrum olar. Hədisdə gəlir. Və çalışmaq lazımdır. Bu gecə sahabələri, baxsaq sahabələrin həyatına, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özü, baxmayaraq ki, keçmiş və gələcək günahları bağışlanmışdı, yenə də bu gecəni axtarırdı. Və hədisdə gəlir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hələ bu Qədir gecəsi ona bildirilməmişdi. Birinci Ramazanın ilk 10 gününü etiqafda keçirdi. Və sonra Cəbrail əleyhissalam ona vəhy elədi ki, sənin istədiyin bu 10 gündə deyil, növbəti günlərdədir. Və o ortasını da etiqafda keçirdi. Və sonra Cəbrail əleyhissalam gəldi, ona bildirdi ki, sənin istədiyin son 10 gecədədir. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə Qədir gecəsi bildirildi. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem çıxdı ki, sahabələrə bunu bildirsin və həmin vaxt iki nəfər bir-birinə mübahisə edirdi.
və səslərini qaldırdılar və Allah Taala onu unutturdu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə bu gecəni. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə dedi? Dedi ki, Allah Taala mənə bunu göstərdi və sonra unutturdu rəhmət olaraq. Yəni bu Qədir gecəsinin unutturulması ümmətə Allahın mərhəmətidir. Niyə? Ki, bütün 10 gecəni biz ibadətdə keçirək. Və həmçində Allah Taala görsün ki, kim daha çox çalışır, kim az çalışır. Yoxsa bir gecə olsa, o zaman çalışanla çalışmayan bilinməz. Düzdürmü? Hamı hələ özünü saxlayar, həmin gecədə qalxar, ibadət edir. Amma son 10 gecənin içindədir və bu gecələri hamısını oyaq qalmaq, ibadət etmək lazımdır. Və burada artıq nə olur? Çalışqan insanla çalışqan olmayan insan istər-istəməz bilinir. Və bunun rəhməti budur, hikməti budur. Allah Taala rəhmət olaraq bu ümmətdən gizlətdi onu ki, bütün 10 gecəni oyaq qalaq və ibadətimiz daha çox olsun. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, onu, yəni Qədir gecəsinin son 10 gecənin tək gecələrində axtarın. Və sonra deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm mənim yuxuda, yəni yuxuda göstərilir ona Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə. Deyir, mənim yadımda qalan budur ki, həmin gecənin səhərsi mən namaz qılırdım və yer palçıq idi. Yer palçıq idi. Və hədisi rəvayət edən səhv eləmirəmsə Ənəs ibn Məlik olur. Deyir ki, mən deyir, Abdullah ibn Məsud. Abdullah ibn Məsud. Deyir, həmin gecə, yəni 21-ci gecə səhərə yaxın deyir, yağış yağdı, səhər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm sübh namazını qılanda gördüm ki, üzündə palçıq var. Yəni həmin səhərsi gün palçıq oldu. Yəni həmin ildə 21-ci gecə olub. Yəni həmin o Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu hədisi rivayet edən ravinin həmin ildə 21-ci gecə. Amma o demək deyil ki, həmişə 21-ci gecədir. Qədir gecəsi dəyişir. Bəzi bir il 21 ola bilər, bir il 23 ola bilər, bir il 25 ola bilər, bir il 27, 29. Hətta tək cüt gecələr də ola bilər. Ona görə də hədislərə baxanda sahabələrin rəvayətləri müxtəlifdir. Bəzi rəvayətlərdə gəlir 21, bəzi rəvayətlərdə gəlir 23. Bəzisində sahabə and içir ki, 27-ci gecə idi. O həmin ildə olub, həmin gecədə olub. Əlamətləri nədir Qədir gecəsinin? Qədir gecənin əlamətlərindən həmin gecə sakit gecədir. Nə çox isti, nə çox soyuq. Və həmçində bir hədisdə gəlir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, deyir, səhəri gün, yəni ertəsi gün, yəni Qədir gecəsinin ertəsi gün günəş şüası zəif olaraq çıxır. Günəş yəni doğur, çıxır, lakin şüası zəif olur. Yəni bu əlamətlərindən biridir. Hər bir halda yenə də biz bəziləri deyirlər itlər hürmür, bəziləri deyir, bunlar bu barədə yəni dəlil yoxdur. Yəni itlər hürmür və s. Sonra başqa çox bəzi şeylər deyirlər. Ağaclar səcdə edir. Yəni mən bu arada dəlil eşitməmişəm. Hər bir halda qardaşlar, yəni ilk növbədə özümə, sonra sizə, yəni nəfs tövsiyəm budur ki, zəifləməyək. Son 10 gecələrdir, son günlərdir. İbadəti çoxaltmaq lazımdır, istər səhər, istər gecə. Və xüsusən də son 10 gecə girəndə gecələri oyaq qalmaq və gecələri ibadətlə keçirmək və ibadətlər də çoxdur, Quran oxumaq, dua etmək, yəni duanın xüsusi yeri var. Ümumiyyətlə, Ramazanda duanın xüsusi yeri var. Ramazan ayı dua ayıdır. Allah Teala Quran-ı Kərimdə Ramazana aid olan ayələri gətirəndə ortada belə bir ayə keçir. وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam, dua edənin duasını qəbul edərəm. Bu ayə, sizə söyləyim ki, Ramazanla əlaqəli ayələrin ortasında keçir. Yəni ayələr gəlir, dua ayəsi, sonra yenə Ramazanla. Və alimlər deyirlər ki, bu ayənin Ramazana aid olan ayələrin içində gəlməsi duanın xüsusi yerinə, Ramazan ayında xüsusi yerinə dəlalət edir. Ki, Ramazan dua ayıdır. Dua eləmək və həmçinin tövsiyəm odur ki, dualarda, hədislərdə keçən ümumi mənalı dualardan istifadə edin.
müstəcəb dualar var, məsələn, müəyyən kitablarda var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin duaları hədislərdə qeyd olunur. Bu dualar qısa dualardır, amma bütün xeyri özündə cəm edir. Məsələn, dualardan biri Allahumma inni əs'əluka minəl xeyri kullihi, acilihi və acilihi. Allahım, mən səndən bütün xeyri istəyirəm. Həm bu dünyada, həm axirətdə. Mə alimtu minhu və mə ləm a'ləm. Bildiyim və bilmədiyim. Fikir verin, bir dənə dua, bütün xeyri. Və auzu bikə minəş-şərri kullihi, acilihi və acilihi. Mə alimtu minhu və mə ləm a'ləm. Və bütün şərdən sənə sığınıram. Bu dünyada və axirətdə olan. Yəni, və bildiyim, bilmədiyim. Bu mənada dualar çoxdur. Yəni, çalışın hədislərdən həmin duaları, əgər ərəbcə bilmirsə, öz dilimizdə. Demək, məndə bir kitab var, o Ümrə bələdçisi kitabıdır. Onun sonunda biz cəm eləmişik o duaları. İstəsiniz atarım sizə. İnşallah. PDF formasında. O hədislərdə keçən dualardır. Onu biz yığmışdıq, bu ümrəçilər, ümrə ziyarət edənlər orada tavafda etsinlər. Amma indi inşallah etmək olar. Səhih hədislərdə gələn dualar, ümumi mənalı dualar. Çalışın belə duaları eləyin. Çünki bu həm dünya, həm axirət xeyirləri hamısını cəm edir özündə. Həmçinin şəxsi dualar, yəni ərəbcə bilmirsiniz Azərbaycan dilində və duadan əlavə Quran oxuya bilərsən, Quran oxu. Ərəbcə oxuya bilən ərəbcə, oxuya bilməyən Azərbaycanca. Gecə namazları xüsusilə, yəni gecə namazları məsələn qılırsan, arada Quran oxuyursan, dua edirsən. Çalışın xeyir danışın, həmin gecə xeyir danışın. Yayındıran insana bu vaxtını öldürən, vaxtını ibadətə yayındıran səbəblərdən uzaq olun. Televizordur, telefondur məsələn. Ki, yəni bütün köklənin əsas nəyə? İbadətə. Və bu qədər qardaşlar, Allah bizi eşli faydalardan etsin. Allah təala bizi Qədir gecəsini ibadətlə, itaətlə keçirən qullarından etsin, bağışlanan qullarından etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.